Təəssüf ki, problemin həlli yolu yaxın perspektivdə görsənmir. Çünki Rusiyada Rusiyada öz prinsiplərindən geri çəkilmir. Ukrayna tərəfi də ərazi güzəştinə getməyəcək. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump və onun komandası, xüsusi nümayəndəsi Uytko və kürəkəni Kuşner çalışdılar ki, Moskvada da bu yaxınlarda oldular, Ukraynanı ciddi güzəştlərə sövq etsinlər, təzyiq etsinlər, amma o təzyiqlərdə nəticə vermədi. Nəzərə alaq ki, Volodimir Zelenskinin administrasiyasına ABŞ tərəfindən çox ciddi təzyiqlər var idi. Antikorrupsiya üzrə büro tərəfindən və digər pərdəarxası proseslər konkret olaraq Vaşinqtondan Zelenskinin güzəştə getməyə 28 bəndlik sülh sənədinin qəbul edilməsinə əsaslanırdı. Amma Avropa İttifaqının burada həlledici mövqeyi, həmçinin Ukrayna silahlı qüvvələrinin cəbhə xəttində müqaviməti konkret olaraq ABŞ və Rusiya planının üzərindən xətt çəkdi. 19 bəndlik plan qəbul olunub. Mayamidə Ukraynanın nümayəndə heyətinin başçısı Umerov və Uytkov bunlar danışıqlar apardılar. ABŞ-ın xüsusi nümayəndəsi ilə birgə müəyyən danışıqlarda müəyyən pozitiv məqamlar var. Həmçinin Londonda da sabahları Avropa dövlətləri burada yığışıb danışacaqlar. Amma göründüyü kimi Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları konkret olaraq müəyyən dərəcədə aralanıblar. Amerika Birləşmiş Ştatları üzü Ukrayna ilə danışıq aparır, həmçinin Rusiya xətti. Həmçinin Avropa İttifaqı isə Ukrayna ilə danışıqlar aparır. Yəni, bir növ Rusiya prezidenti burada Avropa ilə Amerika arasında müəyyən dərəcədə fikir ayrılıqlarına nail olub. Əslində, Birləşmiş Ştatlarla Rusiya birləşib Avropanı ofsaydda saxlayıblar. Bu ifadə daha doğru olardı. Bir də Birləşmiş Ştatlar prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellogg'un açıqlamaları var idi. Belə ifadə elədi ki, əslində problemin həlli ilə bağlı son 10 metr məsafə qalıb. Burada Zaporojye və Donetsk məsələsi önəmlidir. Bu adı çəkilən istiqamətlərin mülkiyyət anlayışından söhbət gedir. Biz belə anladıq ki, Rusiya... Kellogg boş danışırlar. Amerika Birləşmiş Ştatlarından biz həmişə gözəl sözləri eşidirik. Vensdə vitse-prezident ötən günə qeyd etdi ki, çox yaxınlaşmışıq sülhə. Həmçinin Amerika Birləşmiş Ştatlarının xüsusi nümayəndəsi Kellogg da onu qeyd edir. Yox, Rusiya ilə Amerika arasında müəyyən razılaşma ola bilər. Amma burada həlledici məqam Avropa İttifaqı və Ukraynadır. Məhz ABŞ-Rusiya sövdələşməsinin qarşısında olan Avropa İttifaqının dövlətləridir. Böyük Britaniyadır, Fransadır, Almaniyadır. Bunların razılığı olmadan ABŞ-Rusiya sövdələşməsi baş tutmayacaq. Məhz Ukrayna prezidentinin də bu məsələdə prinsipiallıq göstərməsi fikir verək hələ Amerika prezidenti Donald Trump noyabrın 27-sinə şükranlıq günündə Volodimir Zelenskiyə vaxt vermişdi. Noyabrın 22-sinə kimi 28 bəndli sülh planı təsdiq elə. Amma nəticədə Avropa İttifaqı bu məsələni tamamilə imkan vermədi və Cenevra danışıqları keçirdi. Yəni, Avropa İttifaqı burada outside'da deyil. Avropa İttifaqı məhz Rusiyanı Amerikanın prosesindən uzaqlaşdırır. Yəni, fikir verək, burada həlledici məqam Avropa İttifaqının tutduğu mövqedir və bunu Ukrayna koordinasiyalı şəkildə aparır. Bu günlər Almaniyada çox ciddi şəkildə Ukraynaya həm lojistik, hərbi baxımdan dəstək verir. 10 milyard evrodan artıq maliyyə yardım həyata keçiriləcək. Böyük Britaniyada, Fransada yeni bir koalisiya qurulub. Hətta Avustraliyada, Kanada, Yeni Zelandiyada Ukrayna hərbi yardımları həyata keçirir. Yəni, bu o deməkdir ki, Ukrayna məsələsində Rusiya güzəş olmayacaq. Avropa İttifaqı da çox yaxşı bilir ki, Rusiya Donbas güzəş edilsə, konkret olaraq Rusiya Baltik ölkələrini və Polşaya, Moldaviyaya ciddi şəkildə hərbi təzyiqlərini artıracaq. Birləşmiş Ştatlar güzəşdə edir. Amerika Birləşmiş Ştatlar güzəşdə gedir. Amma burada tək Donald Trump'ın verəcəyi qərar bu deyil axı. Zelenskiyə ciddi şəkildə təzyiq olundu. Amma bir qalıb Amerika Birləşmiş Ştatları Zelenskini hakimiyyətdən devirsin. Bu da problemin həlli deyil. Ona görə də burada həlledici məqam Avropa ölkələridir və Birləşmiş Ştatların bilirsiniz ki, milli təhlükəsizlik strategiyası ilə müəyyən dərəcədə yeniləmələr oldu və göründüyü kimi burada Rusiyaya qarşı hər hansı bir təzyiq də qeyd olunmayıb. Ukrayna məsələsinə də söz ardı yanaşılır və Avropa İttifaqı ilə Amerika
Amerika Birləşmiş Ştatları arasında da bu sənəddən də görünür ki, fikir ayrılıqları var və bir növ Amerika Birləşmiş Ştatlarının indiki administrasiyası qəbul edilmiş milli strategiya ilə bağlı Rusiya müəyyən güzəştlər gedir, Rusiyanın fövqəli dövlət statusunu tanımağa çalışır. Təbii ki, bu Qərb alyansının parçalanması deməkdir. Rusiya-Ukrayna müharibəsi bu sadəcə olaraq işğal faktoru deyil, ərazi işğal faktoru deyil. Bu geopolitik qarşıdurmadır və burada Rusiyanın əsas strategiyası ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları və Qərb alyansı onu fövqəli dövlət tanısın, Şərqi Avropa onun nəzarətinə versin. Proses bundan ibarətdir. Əsas fundamental məsələ bundan ibarətdir və taktiki gediş etməyə çalışır Vladimir Putin. Danışıqlar Rusiyanın təklif etdiyi atəşkəs razılaşması nədir? Donbas, Ukraynanın şərq əraziləri tamamilə Rus ərazisi kimi tanınsın. Ukrayna konstitusiyasında NATO-ya qəbul edilməmə ilə bağlı bənd orada qeyd edilsin. Volodimir Zelenski razılıq əldə olunan sonra 100 gündən sonra seçkilər keçirilib hakimiyyətdən geçsin. Baxın, taktiki gedişdir Rusiyanın. Və Ukraynanın şərq hissəsi Donbas Rusiyanın ərazisi kimi tanınarsa, təbii ki, bu güc yolu ilə sərhədlərin dəyişdirilməsi presidenti yaranacaq, beynəlxalq siyasi nizam pozulacaq. Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı 1975-ci il Helsinki yekun aktının üzrə sərhədlərin dəyişməsi baş verəcək. Bu da qəbul olunmaz bir faktdır. Məhəmməd bəy, mən sizi anlayıram, çox yaxşı başa düşürəm, amma Avropa ölkələri də sanki kənardan Ukraynaya qorxma deməklə dəstək olmağa çalışırlar. O əvvəlki güclü hərbi maliyyə yardımının biz şahidi olmuruq. Kiyev bu minvalla uzun müddət davam gətirə bilməz. Yox, bunu da gərək müzakirə edək. Ümumiyyətlə, bu günləri dediyim kimi Ukraynanın bu gün dayanıqlı vəziyyətdə olması, həmçinin ABŞ-ın təzyiqlərin qarşısına geri çəkilməməsində Avropa İttifaqının önəmli rolu var burada. Böyük Britaniyanın, Fransanın və həmçinin Almaniyanın. Sadəcə kütləvi informasiya vasitələrində Rusiya tərəfi bu təbliğatı aparır ki, bizlər də o təbliğatı oxuyuruq kütləvi informasiya vasitələrində. Avropa İttifaqı Ukrayna kənarda qoyur, Rusiya cəbhə xəttində strateji üstünlüklər əldə edir. Ukrayna dövlətçiliyi son 6 ay ərzində əgər müharibəni davam etdirsə, tamamilə ləğv olunacaq və burada yalnız ABŞ-ın təqdim etdiyi dırnaqarası sülh aktını qəbul etməlidir. ABŞ-ın da təklif etdiyi sülh aktı Rusiyanın güzəşt edilməsidir. Yəni, burada Avropa İttifaqının fəaliyyəti həlledicidir və Ukraynanın yanındadır. Bu günlər fikir verin, Ukrayna silahlı qüvvələr çox ciddi şəkildə Rusiya silahlı qüvvələrinə hərbi zərbələr vurur. Kupiansk işğaldan azad olunub. Pokrovskını Rusiya tərəfi qeyd edir ki, biz işğaldan azad etmişik. Amma Pokrovskıda hər gün minlərlə Rusiya əskəri ölür və texnikası itirilir. Demək olur ki, şimalı və mərkəzi hissələrinə Ukrayna silahlı qüvvələri nəzarət edir və digər istiqamətlərdə Rusiya qüvvələri, Ukrayna qüvvələri təzyiqi artırıblar. Yəni, Ukraynanın bu günlər əminli şəkildə mövqeyindən geri çəkilməməsi, Avropa İttifaqı dövlətlərin Ukraynanın yanında olması və hərbi dəstək verməsi bu günlər Rusiya-ABŞ planının üzərindən xətt çəkir. Yəni, mən düşünürəm ki, müharibə bir müddətdə davam edəcək. Amma Avropa İttifaqında, Ukraynanda həmçinin müəyyən dərəcədə ABŞ-ın da razılaşdığı bir xətt var. O da indiki təmas xətti boyunca atəşkəsin əldə olunması. Hətta Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da belə bir razılaşmaya müsbət baxır. Təmas xəttində atəşkəs təmin olunur və tərəflər danışıqlara başlayır. Amma təəssüf ki, Rusiya prezidenti buna getmək istəmir.